Albert Camus, Taun. Elə həmin gündən sonra Taun bizim hamımızın ümumi qayğısına çevrildi. İndiyə qədər son qəribə əhvalatlar təəccüb və nigarançılıq yaratmışdısa da, şəhər cəmaatı öz iş gücünü şəxsi qayğıları ilə məşğul idi. Şübhə yox ki, vəziyyət belə qalacaqdı. Amma elə ki, şəhərin qapıları bağlandı, hamı lap elə bu əhvalatı danışanın özü də anladı ki, qorxulu bir tələyə düşüblər və birgə çıxış yolu axtarmaq lazımdır. Fərdi bir istirabın, məsələn, sevimli bir adamdan ayrılma əzabının bütün bir xalqdan ayrılmaq əzabına döndüyü ilk həftələrdən əhali arasına qorxu, sürgün istirabları yayıldı. Şəhərin qapılarının bağlanmasının ən ağır nəticələrindən biri ayrılığa hazırlığı olmayan adamların qəflətən bir-birindən ayrı düşməsi oldu. Az əvvəl vağzal səkilərində qucaqlaşıb ayrılmış analar, uşaqlar, ərlər, məşuqlar elə güman edirdilər ki, bir neçə gün, bir neçə həftə sonra görüşəcəklər. Bu sadəlüv adamlar müvəqqəti ayrılığın fikrini başlarından çıxarıb iş güclərinə yenicə quraşmışdılar ki, ümidsiz bir ayrılığa məhkum olduqlarından xəbər tutdular. Şəhərin bağlanması haqqında rəsmi qərarın dərc olunmasından bir neçə saat əvvəl şəhərin qapılarını bağlanmış və indi xüsusi halları nəzərə almaq imkanı da əldən çıxmışdı. Xəstəliyin belə qəfil hücumu ilk növbədə şəhər əhalisini şəxsi hisslərindən təcrid olunmağa məcbur eləmişdi. Qərarın qüvvəyə mindiyi ilk saatlarda prefekt idarəsi adamla doldu. Bəziləri zəng edir, bəziləri isə məmurlarla görüşür, düşdükləri qəribə vəziyyətdən söhbət edir, kömək istəyirdilər. Ərizəçilərin vəziyyəti nə qədər acınacaqlı olsa da, onlara kömək etmək mümkün deyildi. Düzünə qalsa düşdüyümüz vəziyyətin güzəşsiz, çıxılmaz bir vəziyyət olduğunu bir neçə günə ancaq anladıq. Hamı başa düşdü ki, bu vəziyyətdə vasitə tapmaq, hörmət, istisna sözləri heç bir əhəmiyyət kəsb eləmir. Hətta məktub yazıb biraz arxayınlaşmaq imkanımız da əlimizdən çıxdı. Əvvəlcə şəhəri bütün ölkəyə bağlayan nəqliyyat yolları kəsildi. Sonra isə yeni əmrlə poçt əlaqələri də kəsildi ki, məktublar yoluxma vasitəsinə çevrilməsin. İlk günlər bəzi tanınmış şəxsiyyətlər çıxış qapıları ağzında gözətçilərlə dil tapıb bir-iki məktub yola sala bilmişdilər. Amma bu ilk günlər idi və keşişçilər güman edirdilər ki, xırda-para güzəştlərə yol vermək olur. Elə ki, bir müddət keçdi və keşikçilər vəziyyətin çox ciddi olduğunu anladılar. Hər cür güzəştin pis nəticələrə yol verə biləcəyindən heç bir güzəştə yol vermədilər. Şəhərlər arası telefon əlaqəsinə ilk vaxtlar icazə verildiyinə görə danışıq məntəqələri qarşısında bir izdiham yaranmışdı ki, bu vasitəni də bir neçə günlük tamam kəsməli oldular. Sonra isə ancaq təcili hallarda ölüm, uşaq doğulması və evlənmə xəbərləri haqqında telefon danışıqlarına icazə verildi. Ancaq teleqrafdan sərbəst istifadə etmək imkanımız qalmışdı. Əvvəlcədən bir-birinə ürəklə, ehtirasla bağlanmış adamların əlaqələri, hissləri 10 sözdən ibarət qısa bir teleqramın ümidinə qalmışdı. Teleqrafın ifadə imkanları az olduğundan birgə uzun ömür sürmüş, indi ayrılıq əzabı çəkən insanların ən geniş fikirləri yavaş-yavaş qısalıb, vaxtaşırı göndərilən adi sözlərə döndü. Mən yaxşıyam, özündən müğayət ol, öpürəm. Aramızda elələri vardı ki, məktub yazmaq fikrindən əl çəkə bilmir. Məktub göndərmək üçün cürbəcür fəndlər işlədirdi. Bəzən cavab almasaq da, güman edirdik ki, işlətdiyimiz fəndlər baş tutur. Həftələr boyu eyni məktubu yenidən yazır, eyni məlumatları və çağırışları yenidən köçürür və bir müddət sonra duyurduq ki, ilk dəfə yazdığımız yanğılı sözlər köçürüldükcə gücdən düşüb adiləşiblər. Sonra biz onları yenidən köçürür və çalışırıq ki, bu ölü cümlələri cana gətirib, onların vasitəsilə güzaranımızın çətinliyindən danışaq. Nəhayət bu boş monoloqları, divara deyilən uzun sözləri qısa teleqramlarla əvəz etməyi üstün tuturdu.
Bir neçə gün sonra daha şəhərdən heç kəsin çıxa bilməyəcəyinə əmin olanda adamlar maraqlandılar ki, epidemiyadan əvvəl şəhərdən çıxanların geri qayıtmasına icazə veriləcəkmi? Xeyli götür-qoydan sonra prefektura idarəsi buna icazə veriləcəyini bildirdi. Eyni zamanda xəbərdar etdi ki, gələnlərə geri qayıtmaq icazəsi verilməyəcək. Gəlməyə icazəsi olanlar geri qayıtmağa icazə ala bilməyəcəklər. Elə bu vəziyyəti də bəzi ailələr yaxşı qiymətləndirə bilmədi. Qohumları ilə görüşmək arzusu ilə yananlar vəziyyətdən istifadə edib onları görüşə çağırırdılar. Tezliklə onlar da anladılar ki, özləri Taunun əsirləridir. Çağırdıqları yaxın adamları da təhlükəyə sala bilərlər. Sakitcə oturub ayrılığın istirabını çəkməyə başladılar. İnsanın ən ağır vəziyyətini mənəvi hisslərin əzablı ölüm qorxusuna üstün gəlməsi halıdır. Bəziləri fikirləşə bilər ki, bir-birinə can atan iki sevgilinin ayrılıq əzabını nəzərdə tuturam. Əslində isə çoxdan ailə qurmuş qoca həkim Kastelllə arvadını nəzərdə tutulur. Xanım Kastel epidemiyadan bir neçə gün əvvəl qonşu şəhərə getmişdi. Bu ailə mehribanlıq nümunəsi deyildi və çox güman ki, indiyə qədər ailə həyatlarından çox da razı deyillərmiş. Amma bunu uzun ayrılıq onlara inandırdı ki, bir-birindən ayrı yaşaya bilməzlərmiş və onların məhəbbəti qarşısında Taunda sədd çəkə bilməzmiş. Onların vəziyyəti başqa idi. Qalan əksər hallarda isə ayrılıq qalib gəlmişdi və ancaq epidemiya ilə birgə sona çatacaqdı. Bizim hamımızın heysiyyatı isə getdikcə dəyişirdi. Öz xanımlarına həmsə inanmış ər və məşuqlar indi qısqanclıq edirdilər. Məhəbbətə ötəri sanan kişilər isə indi duyurdular ki, yanılırmışlar. Həmişə anası ilə birgə olmuş, anasına gözücü baxmış oğullar İndi onların sifətinə qonmuş qırışları yada salıb əzab çəkirdilər. Qəfil gəlmiş və sonu görünməyən bu ayrılıq bizi karıxdırmışdı. Həm qısa, həm də uzun görünən bu ayrılığın fikri hamını məğlub edirdi. İndi biz iki cür əzab çəkirdik. Həm öz əzabımızı çəkirdik, həm də bizdən uzaq düşmüş oğulların, zövcələrin, məşuqələrin sıxıntı çəkdiyini təsəvvür edib, onların əzabına ortaq olurduq. Əslində bizim şəhər adamları başqa bir vaxt belə bir ayrılığa əl-qol açmaq imkanına sevinərdilər. Amma indi Taun onları küncə sıxmışdı. Bu yöndəmsiz şəhərdə xatirədən başqa bir şey görə bilmirdilər. Çünki indi hamı bekarçılıqdan eyni küçələri dolanır, kiçik şəhərin küçələri isə əvvəlki qayğısız gəzintiləri yada salırdı. Beləliklə, Taunun bizim şəhər cəmaatına ilk hədiyyəsi sürgün əhval-ruhiyyəsi oldu. Əhvalatı qələmə alan əmindir ki, bu fikri bütün şəhər adamlarının adından deyə bilər. Çünki həmin hissi onlarla birgə duyub. Bəli, sürgündə qalmaq qorxusu. Bütün ürəklərin qənimi olmuşdu. Burada nə geri dönmək, nə də vaxtı tələsdirmək imkanı vardı. İntizar hakim kəsilmişdi. Bəzən xəyalpərvərlik edir, evdə oturub qapının zəngini, yaxud pilləkəndə tanış ayaq səslərini gözləyirdi. Güya ki, şəhərə axşam çağı qatar gələcək və gözlədiyimiz adamı gətirəcək. Bu oyun da çox uzana bilməzdi. Nəhayət, anlamalı olurduq ki, daha şəhərə qatar gəlmir. Başa düşürdük ki, ayrılıq uzun çəkəcək və vaxtı keçirməyə öyrənməliyik. Elə həmin günlər həbsdə olduğumuzu anlamağa başlayır, ancaq öz keçmişimizlə yaşayır, gələcəyə tələsənlər isə tezliklə peşman olub, qalanlara qoşulur, ümid yaralarının əzabını çəkirdilər. Tezliklə bütün şəhər əhalisi az əvvəl yaranmış bir adəti, ayrılığın vaxtını hesablama adətini də unutdu. Nə üçün? Ona görə ki, ayrılığın təxminən 6 ay çəkəcəyini hesablamış, bu vaxtın əzablarına hazırlaşan bütün iradəsini toplayıb 6 ay dözməyə çalışanlar belə kiminsə dilindən, qəzet səhifəsindən, yaxud başqa bir məlumatdan öyrənirdilər ki, bu ayrılıq 6 ay deyil, 1 il,
və bəlkə daha çox çəkə bilər. Ruhsuzluq, inamsızlıq elə güc gəlirdi ki, adamlar bu bəladan heç vaxt qurtara bilməyəcəklərini fikirləşirdilər. Ona görə də qərarı aldılar ki, daha bu barədə fikirləşməsinlər, gələcəyə baxmasınlar, başlarını aşağı salıb gözləsinlər. Amma kədəri gizlətmə, təslim olma siyasəti də yaxşı nəticə vermədi. Heç olmasa əvvəllər çox ruhdan düşmür, ayrı düşdükləri yaxın adamlara gələcək görüşləri haqqında fikirləşir, Taunun hədəsini unudurdular. İndi isə heç bir ümid ışığı sezilməyən qəm dəryasında üzür, mənasız günlər keçirir, bədbinliyə öyrəşirdilər. Onlar beləcə həm əsirlikdə qalmışların, həm də sürgünə düşmüşlərin əzabını çəkir, xəyallarla dolu boş bir aləmdə yaşayırdılar. Aludə olduqları köhnə xatirələr də acı bir qüssə gətirirdi. Çoxu indi görə bilmədikləri əzizlərinə, yolunu gözlədikləri yaxın adamlara vaxtında deyə bilmədikləri xoş sözlərin, göstərə bilmədikləri mehribançılığın xiffətini çəkirdilər. İndi darıxmaya düşmüş, keçmişdən və gələcəkdən məhrum olmuş bu adamlar, qanunun yaxud insan bədxahlığının qurbanı olub çərçivə arxasına salınmış adamlara oxşayırdılar. Bir sözlə, bu dözülməz sürgündən yaxa qurtarmaq üçün ən yaxşı vasitə xəyalən dəmir yolunun işini bərpa etmək və qapı zənglərinin səsini gözləmək idi. Məsələ bundadır ki, buradakıların əksəriyyəti öz evində sürgünə məruz qalmışlar idi. Doğrudur, hamı sürgündə sayılırdı. Amma jurnalist Rambert və onun kimlərinin vəziyyəti tamam başqa idi. Onlar səfər vaxtı Taunun cənginə ilişib qalanlar idi. Belələri həm əziz adamlardan, həm də öz vətənlərindən uzaq düşmüşdülər. Bu daha ağır bir sürgün idi. Çünki onlara tək ayrılıq deyil, məsafə də əzab verirdi. Taunlu şəhərdən itirilmiş vətən üz tutanda gözləri qarşısını hündür barılar kəsirdi. Elə şəhərin tozlu küçələrini bütün gün sükut içində dolananlar da, axşamın gəlməsini gözləyən və vətənin səhərini yuxuda görənlər də onlar idi. Onlar öz əzablarını boş təsəlli və inamsız xəbərlərə qatır, hər yeni sorağı bir qaranquş uçusu, kimsəsiz küçədə dolanan son günəş şüaları kimi qarşılayırdılar. Yavaş-yavaş xarici aləmə göz yumur, didərginlik qüssəsinə təslim olur. Doğma torpağın, adət etdikləri hansısa bir işığın bir mənzərəsinin, bir ağacın əksini tanış qadın sifətlərini xəyallarında cəmləyir və bu xəyal aləmindən əl çəkmək istəmirdilər. Nəhayət qısa da olsa, məşuqların güzəranından danışaq. Onların vəziyyəti daha maraqlı idi və özüm də bu halı yaxşı duyurdum. Onların nigarançılığına bir istirab da qatılmışdı. İndiki şərait imkan verirdi ki, vəziyyəti düzgün ölçüb biçə bilsinlər. Az adam tapılardı ki, belə bir şəhərdə öz miskin vəziyyətini aydın görə bilməsin. Həsrəti çəkilən adamın hərəkətlərini xəyalında canlandırmasın. Xəyala gətirilən şəxsin nə ilə məşğul olması, neçə vaxt keçməsindən xəbərsizlik əzab verirdi. Sevən hər kəs güman edir ki, sevgilisinin hər məşğuliyyəti şirin bir əyləncədir. İndi keçmişi yada salmaq, məhəbbətin imkanlarını aramaq vaxtı idi. Başqa vaxt hamımız fikirləşirdik ki, daimi məhəbbət yoxdur və bizim öz məhəbbətimiz adi bir hissdir. Amma xatirələr güclü çıxır. Deməli, bütün bir şəhəri dəhşətə gətirmiş bu xəstəlik ancaq xəstəlik qorxusu gətirməmişdi. O həm də insanları xatirələrlə yaşamağa və daxili haqq hesab çəkməyə məcbur eləmişdi. Beləliklə xəstəlik fikri özündən yayındırır və yeni imkanlar arayırdı. Adamlar günü günə sata-sata tənha sama ilə göz-gözə yaşamağa adət edirdilər. Belə bir tək dünyalıq onların xasiyyətini korlamağa başlamışdı. Şəhər əhalisinin bəziləri özlərini taleyin ümidinə verib ona əsir düşmüşdülər. Elə bil havanın necə keçdiyinə də ilk dəfə ciddi maraq göstərirdilər. Gün çıxanda sevinir, yağış yağanda isə buludlarla birgə yasa batırdılar.
Cəmi bir neçə həftə əvvəl onlar belə zəiflik göstərmirdilər. Çünki tənha deyildilər. Ətrafla qaynayıb qarışırdılar. Sonra isə özlərini göylərin şıltaqlığına təslim edirlər. Əzab və ümidlə yaşamağa başladılar. Tənhalığın dəbə mindiyi belə bir dövrdə heç kəs qonşu köməyinə ümid eləmir və hər kəs öz başını dirləməyə çalışırdı. Əgər bizlərdən biri təsadüfən ürəyini başqa birisinə açsa, aldığı cavabdan narazı qalırdı. O hiss edirdi ki, müsahibi onu anlamır və onlar başqa şeylərdən danışırlar. Əgər birisi ona rahatlıq verməyən, çox götür-qoy etdiyi bir əzabdan doğrudan da söz açırdısa, mübahisə keçici bir duyğudan, ötəri bir əzabdan başqa bir şey təsəvvürə gətirə bilmirdi. Cavab istər xeyirxah, istərsə də bədxah olsun, saxta və gərəksiz görünürdü. Nə susmağı, nə də başqaları ilə dil tapmağı bacarmayanlar isə kəlmə kəsmək naminə sadə şeylərdən, gündəlik məsələlərdən söhbət açmağa öyrənirdilər. Elə buna görə də ən ağır istirablar da bu adamların ev xidmətçisi yaxud başqa birisinə maraq göstərməsi də həmin vəziyyətdən doğurdu. Amma yad şəhərdə bağlanıb qalmış bu adamlar nə qədər ağır əzab çəksələr də ilk günləri başqalarından rahat keçirdilər. Yerli cəmaət qorxudan rəziyyəyə düşdüyü günlərdə onların fikri qovuşmaq arzusu ilə yandıqları adamların yanında idi. Sevgi həyəcanı onları ümumi sıxıntıdan ayırmışdı. Taun haqda fikirləşəndə də onu ancaq ayrılığı əbədiləşdirə biləcək bir hədəyə bənzədirdilər. Belə fikirlər onlara müvazinət verirdi. Sevgi həsrəti ölüm qorxusuna üstün gəlmişdi. Onların bədbəxtliklərinin üstün cəhəti də bu idi. Əgər biri xəstələnib ölsə, heç kəs xəstəlikdən qorunmağa macal tapmamış öləcəkdi. Sevgilisinin xəyalı ilə söhbət edən bir adam başqa fikrə macal tapmadan torpağın sükutuna qovuşur, başqa heç nəyə vaxtı qalmır. Bizim şəhər cəmaətə qəfil düşdükləri sürgün və vəziyyətdən baş çıxarmağa macal tapmamış, Taun şəhərin darvazalarını bərk-bərk bağladı və Oran limanına yol almış gəmiləri geri qaytardı. Şəhər bağlanandan sonra buraya çöldən heç bir nəqliyyat gəlmirdi. Həmin gündən adama elə gəlirdi ki, bütün maşınlar şəhər içində dövrə vururlar. Bulvarın hündür yerindən limana baxanda da mənzərənin dəyişdiyi açıqca duyulurdu. Dənizin bu sahilinin ən qaynar limanlarından biri sayılsa da, burada qəfildən həyat sönmüşdü. Karantinə saxlanılmış bir neçə gəmidən başqa gəmi görünmürdü. Susub durmuş kranlar, yüksüz qalmış vaqonlar, yan-yana düzülmüş çəlləklərlə baxanda hiss olunurdu ki, şəhərin ticarəti də Taun xəstəliyinə tutulub. Bütün həyat alt-üst olsa da, şəhər cəmaəti başına gəlmiş qəzadan başa aça bilmirdilər. Hamının canına ayrılıq və ölüm qorxusu çəksə də, yenə də hər kəs öz şəxsi işinə üstünlük verirdi. Xəstəliyə hələ ciddi fikir verən yox idi. Cəmaətin çoxu öz şəxsi narahatlığının yaxud şəxsi marağının qeydinə qalırdı. Elə bu marağa görə də çoxu tez bezikdi. Taun isə bezikənlərə də məhəl qoymurdu. Bu adamların ilk hərəkətlərindən biri şəhər rəhbərliyinə müraciət oldu. Onların mətbuatda dərc olunan sualına prefekt rəisinin cavabı çoxları üçün gözlənilməz oldu. İndiyə qədər nə qəzetlər, nə də Ransdag agentliyi xəstəlikdən ölənlərin sayı haqda rəsmi məlumat almamışdılar. İndi isə prefekt rəisi onlara məlumat verdi və agentlikdən xahiş etdi ki, həftəlik məlumatı dərc etsin. Cəmaətin bu məsələyə münasibəti də ləng üzə çıxdı. 3-cü həftənin məlumatında 302 adamın öldüyünün xəbər verilməsi ciddi həyəcan doğurmadı. Bir tərəfdən ona görə ki, bəlkə ölənlərin hamısı Taundan ölməmişdi. Digər tərəfdən isə adi günlərdə şəhərdə həftə ərzində nə qədər adam öldüyünü bilən yox idi. Şəhərin 200 min əhalisi vardı.
Heç kim bilmirdi ki, ölənlərin sayı adi vəziyyətdə uyğun gəlir və ya yox. İndiyə qədər heç kim adi günlərdə ölənlərin sayı ilə maraqlanmamışdı. Amma əslində çox maraqlı məsələ idi. Əhali müqayisə üçün başqa rəqəm bilmirdi. Ancaq ölənlərin sayının günü-gündən artdığını biləndən sonra işin nə yerdə olduğunu anlamağa başladılar. 5-ci həftənin məlumatında 321, 6-cı həftəninkində isə 345 adam öldüyü xəbər verilirdi. Sayın artdığı nəzərə çarpırdı. Amma artım böyük olmadığına şəhər əhalisi nigarançılıqla yanaşı bir təskinlik də tapırdı. Fikirləşirdilər ki, bu da qəribə bir təsadüfdür və keçib gedəcək. Onlar əvvəlki kimi şəhərin küçələrini dolanır, kafelərdə yığışıb söhbət edirdilər. Ümumən götürəndə cəmaət qorxaq kütlə təsiri bağışlamırdı. Həmişəkindən də çox zarafatlaşır, müvəqqəti çətinliyi şənovqatla keçirmək istəyirdilər. Bir sözlə üzdə vəziyyət yaxşı idi. Ayın axırına yaxın kilsə duaları həftəsi ərzində elə ciddi dəyişikliklər baş verdi ki, şəhərin görkəmi də dəyişdi. Ən əvvəl prefekt rəisi nəqliyyat və ərzaq məsələlərinə aid qərarlar qəbul etdi. Elektrik enerjisinə qənaət haqda da ölçü götürülmüşdü. Orana hava və avtomobil yolu ilə ancaq ən vacib materiallar gətirilirdi. İctimai nəqliyyatın hərəkatı getdikcə azalır, az qala heçə indi. Dəbdəbəli mağazalar bir-bir bağlandı. Qalan mağazaların vitrinlərinə çatışmayan malların adları yazıldı və mağazalar qarşısında növbələr yarandı. Oran şəhəri qəribə bir görkəm aldı. Piyadaların sayı çox artmışdı. Əvvəllər küçələrin boş olduğu vaxtlarda indi adam qaynaşırdı. Mağazalar və bəzi idarələr bağlandığından bekar qalmış adamlar küçələrə çıxır, kafelərdə otururdular. Hələlik onların bekarlığı işsizlik deyil, məzuniyyət sayılırdı. Günortadan sonra saat 3-ə yaxın aydın səmalı olan Oran şəhərinə baxan hər kəs elə bilirdi ki, şəhərdə bayram keçirilir. Əhalinin sərbəst əylənməsi naminə nəqliyyat dayandırılıb, mağazalar da bağlanıb. Məlum məsələdir ki, əhalinin ümumi məzuniyyəti kinoteatrlara çox yer verdi. Amma 2 həftədən sonra yeni film ehtiyatı qurtardı və kinoteatrlar əvvəl göstərdikləri filmləri təkrar etməyə başladılar. Buna baxmayaraq onların gəliri azalmırdı. Kafelərin də işi yaxşı gedirdi. Şərab və başqa spirtli içkilər ticarətin əsasını təşkil edən bu şəhərdə içki ehtiyatı çox olduğundan kafelər boş qalmırdı. Sözün düzü içki çox satılırdı. Kafelərdən biri belə bir reklam yazmışdı. Tünd şərab mikrobu öldürür. Cəmaət onsuz da əvvəlcədən eşitmişdi ki, spirtli içki yolxucu xəstəlikdən qoruyur və bu fikir indi daha da ciddiləşdi. Hər gecə saat 2-yə yaxın kafelərdən çıxarılmış içki düşkünləri küçələrdə dolaşır və şən ovqatları ilə şəhəri cana gətirirdilər. Bütün bu dəyişikliklər elə tez baş vermiş, elə qəribə görünürdü ki, onları təbii, uzun çəkəcək bir vəziyyət kimi dərk eləmək çətin idi. Elə buna görə də hər kəs öz şəxsi hisslərinə daha çox əhəmiyyət verirdi. Şəhər darvazalarının bağlandığı vaxtdan 2 gün sonra həkim Rio xəstəxanadan çıxarkən Kotarla rastlaşdı. Kotarın keyfi kök idi və həkim ondan əhval-ruhiyyə tutduqda, "Bəli, hər şey yaxşıdır" deyə qısaboy kişi cavab verdi. "Həkim, deyin görək bu taun söhbəti nə yerdədir? Deyəsən doğru çıxır axı." Həkim onun sözünü təsdiqlədi. Müsahibə isə gizli bir sevinclə dedi. "Yəqin ki tez qurtarmayacaq. Hər şey alt-üst olacaq." Onlar bir müddət yanaşı getdilər. Kotar danışırdı ki, varlı tacir qonşularından biri evinə çoxlu ərzaq toplayıbmış ki, bahalıq düşəndə satsın. Amma özü xəstəliyə tutulub və onu xəstəxanaya aparmağa gələnlər çarpayısının altında çoxlu konserv tapıblar. Kişi öldü.
Taunu pulla sağaltmaq olmur. Kotar epidemiya haqqında yalan gerçək çoxlu əhvalat danışırdı. O eşitmişdi ki, güya şəhər mərkəzində Tauna yoluxmuş bir kişi səhər vaxtı qızdırma içində küçəyə çıxıb rast gəldiyi ilk qadını tutub sinəsinə sıxıb və qışqırıb ki, ona Taun yoluxub. Yaxşı deyə Kotar qorxulu söhbətinə uyğun gəlməyən bir səslə əlavə etdi. Belə çıxır ki, biz hamımız havalanacağıq. Elə həmin gün günortadan sonra Joseph Grant da həkim Rioya ürəyini açmışdı. O Madam Rio'nun şəklini masanın üstündə görüb həkimə baxmış. Həkim isə onun sual dolu baxışına cavab vermişdi ki, arvadı şəhərdən kənarda müalicədədir. Grant demişdi, əslinə qalsa bəxtiniz gətirib. Həkim isə cavab vermişdi ki, doğrudur, bəxti gətirib, amma arvadının xəstəliyi onu çox narahat edir. Grant isə demişdi, sizi başa düşürəm. Rio onu tanıdığı vaxtdan bəri ilk dəfə idi ki, Grant açıq söhbətə girişirdi. Doğrudur, o danışanda ilişir, lazımi sözləri arayırdısa da hər halda söz tapıb danışa bilirdi və adama elə gəlirdi ki, həmən söhbətə başlamağa çoxdan hazırlaşırmış. O lap gənc yaşında evlənib, qonşuluğundakı gənc kasıb bir qızla ailə qurub. Evlənmək üçün təhsilini yarımçıq qoyub işə giribmiş. Nə sevgilisi Janna, nə də onun özü məhəllədən kənara çıxmazlarmış. O qızla görüşə onların evinə gedirmiş və qızın valideynləri gələcək kürəkənliklərinin utancaqlıqlarına gülürlərmiş. Qızın atası ocaqçı imiş. İstirahət günləri evdə pəncərənin qarşısında oturub, iri əllərini dizləri üstünə qoyub dinməzcə küçəyə adamlara tamaşa edərmiş. Anası isə bütün günü ev işləri ilə məşğul olur, Janna da ona kömək edirmiş. Qadın elə cansız imiş ki, Grant onu küçədə görəndə yazığı gəlirmiş. Günlərin birində Janna dükanın vitrinində bəzədilmiş yeni il ağacına baxıb, necə gözəldir deyə Granta sığınmışdı. Elə həmin andaca Grant qızın əlini öz əlinə alıb sıxmış və beləliklə onlar evlənmə qərarına gəlmişdilər. Grantın danışdığına görə bu tarixçənin gerisi lap sadə olub. Elə hamı kimi onlar da evləniblər, bir müddət bir-birini sevib istəyiblər. İş adamın başını elə qarışdırır ki, sevgi yaddan çıxır. Janna da işləməli olub. Çünki idarə müdürü Grantın maaşını artıracağına söz vermiş, amma sözünə əməl etməmişdi. Adam biraz fikirləşsə, Grantın nə demək istədiyini anlaya bilərdi. Belə ki, iş yorub onu əldən salıb getdikcə ruhdan düşüb. Gənc arvadına qayğı və mehribanlıq göstərməyə imkanı qalmayıb. Varlanmağa ümidi qalmayan kasıblar çox işləyir. Axşamlar yorğun olur, masa arxasında mürgü vururlar. Belə vəziyyətdə ehtiras da sönür. Yəqin ki, Janna əzab çəkib, amma bir söz deməyib. Bəzən adam çəkdiyi əzabdan da xəbərsiz olur. Beləcə illər keçib, sonra Janna çıxıb gedib. Məlum məsələdir ki, tək getməyibmiş. Səni sevirdim, amma daha təngə gəlmişəm. Elə bilmə ki, xoşbəxt həyat arxasınca qaçıram. Yeni bir həyata başlamaq üçün xoşbəxt olmaq vacib deyil. Bəli, Jannanın ona yazdığı məktubun məzmunu belə idi. Joseph Grantın özü də əzab çəkmişdi. Rio'nun dediyi kimi istəsə, o da yeni həyata başlaya bilərdi. Amma cəsarət eləmirdi. Arvadının fikri də indi də ona rahatlıq vermirdi. Ən böyük arzusu da bu idi ki, ona məktub yazıb təqsirkar olmadığını sübuta yetirsin. Amma çətin məsələdir, deyirdi. Çoxdandır bu barədə fikirləşirəm. Sevdalı günlərimizdə bir-birimizi yaxşı anlayırdıq. Sevgi daimi deyil. Müəyyən bir vaxtda onu saxlamaq üçün lazımi sözlər deyə bilərdim. Amma dilim gəlmirdi. Grant hərdən yaylıqla burnunu silir, sonra da bığlarını təmizləyirdi. Rio dinməzcə ona baxırdı. Məni bağışlayın, həkim deyə Grant sözünə davam etdi. Heç bilmirəm necə deyim. Sizə inanıram. Ürəyimi açıb sizinlə danışa bilirəm. Elə açıq danışdığıma görə də həyəcanlanıram. Açıqca duyulurdu ki, Taundan qorxmağı Grant heç ağlına da gətirmirdi. Axşamüstü Rio arvadına telegram vurub,
Bildirdi ki, şəhər bağlanıb, özü yaxşıdır. Arvadının tez sağalmasını arzulayır və onu unutmur. Şəhər darvazalarının bağlandığı vaxtdan 3 həftə sonra Rio xəstəxanadan çıxarkən bir oğlanla rastlaşdı. Oğlan onu gözləyirdi və sözünə belə başladı. Güman edirəm ki, məni unutmamısınız. O Rioya tanış gəlsə də kimliyi yada düşmədi. Bu əhvalatdan əvvəl sizin görüşünüzə gəlmişdim deyə oğlan sözə davam etdi. Ərəblərin həyat tərzi haqda məlumat almaq istəyirdin. Mən Raymond Rambirəm. Hə, yadıma düşdü. İndi sizin reportaj hazırlamaq üçün yaxşı mövzunuz var. Hiss olunurdu ki, oğlan nigarançılıq keçirir. O həkimə dedi ki, başqa məsələdən danışmaq istəyir və Rio'nun köməyinə ehtiyacı var. Müraciətime görə məni bağışlayın deyə o əlavə etdi. Bu şəhərdə heç kəsi tanımıram. Qəzetimizin buradakı müxbiri də səfihin biridir. Rio təklif etdi ki, mərkəzdəki dispanserə qədər birgə gedib söhbət etsinlər. O dispanserə bəzi göstəriş verməli idi. Onlar qara əhali yaşayan məhəllənin darısqal küçələri ilə aşağı endilər. Axşam düşürdü. Adi günlərdə adam qaynaşan bu küçələr elə bil tamam kimsəsiz idi. Axşamın qızartısı çökmüş səmada şeypur səsi yayılır və bununla da əskərlər hələ iş başında olduqlarını bildirirdilər. Qarışıq küçələrin mavi boz bənövşəyi rənglərə boyanmış divarları arası ilə getdikcə Rambir həyəcanlı səslə öz dərdini danışırdı. Onun qadını Parisdə qalmışdı. Əslinə qalsa, həmən qadın onun arvadı deyildi. Amma hər halda onun qadını idi. Şəhər bağlanan kimi qadına telegram göndərib, əvvəlcə elə bilirdim ki, müvəqqəti bir çətinliyə düşüb və qadınla məktublaşa bilər. Orandakı həmkarları bildiriblər ki, kömək etmək imkanları yoxdur. Poçt onun məktubunu qəbul etməyib. Prefekt idarəsinin katibəsi şikayətinə məhəl qoymayıb. Hər şey yaxşıdır. Yaxın görüşə qədər sözləri yazılmış bir teleqramı yola salmaq üçün 2 saat növbəyə durmalı olub. Amma səhər yerindən qalxanda fikirləşib ki, vəziyyəti nə qədər davam edəcəyi məlum deyil və o bir çarə qırmalıdır.